Bir pıçıltı səslənir bu gecə mehrabda. Bir nalə ucalar yerdən səmaya. Hər gecə ümməti üçün dua edən ana, bu gecə həmin ümməti şikayət edirdi Allaha. Ağır ağır, incik incik. İlahi, gör Peyğəmbərin ümməti ondan sonra onun ailəsi ilə necə davrandılar. Bax, sənin əmanətlərinlə nə elədi müsəlmanlar? İlahi, hansı birini deyim? Mövlam və əmim oğlu Əlinin xilafət haqqının qəsb olmasını mı? İslamın ən güclü və qorxu bilməz sərkərdəsinin əllərinin bağlanıb evindən çıxarılmasını mı? Əhl-i Beytin qapısının yandırılmasını mı? Sınmış qabırxadan mı? Göyərmiş üzdən mi? Vəfat etmiş möhsündən mi danışım? Hansı dərddən danışım ilahi? Bu vəfasız dünyadan yorulmuşam, məni atamın yanına apar. İlahi, İlahi canımı al. Canımı al ki, yoruldum bu iman libasına bürünmüş münafiqlərdən, xəyanətkar yoldaşlardan, tamahkar zahidlərdən, qorxaq tərəfdarlardan, unutqan ardıcıllardan. Atam Rəsulullahdan sonra hər günüm qəm-qüssə, göz yaşı, dərd bəlağdır. Bunlar mənə görə asandır ki, sən hər şeyi görürsən ilahi. Sənin Peyğəmbərinin vədi şübhəsiz ki, doğrudur və o tezliklə mənim ona qovuşacağımı deyib.